Biz Sağdaş Təhsil komandası olaraq yenə də Azərbaycanımızın gözəl rayonlarından biri olan Göyçay rayonunun Çərəçi kəndində gözəl bir fədakar müəllimlərin evinə qonaq gəlmişik. Müəllim, sizə xoş gördük. Çox sağ olun, xoş gəlmişsiniz. Çox sağ olun, xoş gəlmişsiniz. Çox sağ olun. Müəllim, adınız, soyadınız? Abdullayeva Nərgiz Həmid qızı. Müəllim, siz hal-hazırda 40 ildir müəllim üçün fəaliyyət göstərirsiniz və Çərəçi kənd orta məktəbində Elman Əzizov adına, Şəhid Elman Əzizov adına tam orta məktəbin müəllimisiniz və riyaziyyat müəllimisiniz. Bu illərdə müəllim, hansı uğurlu nailiyyətləriniz olub? Deyir, o müəllimə sual verində ki, uğurların 40 il deməli sinifə girib çıxan, yəni bir fənni, riyaziyyat fənni tədris edən müəllimin yəqin ki, uğurları həddindən artıq çox. Deməli, onları saysaq, hal-hazırda özümlə çiyin-çiyinə işləyən müəllimlər demək olar ki, bir 10 nəfəri, yəni özümüzün yetirmələrimizdir. Yəni, riyaziyyat, fizika. Mən də elə bir ki, qoşa ixtisasla mən tədris eləmişəm fənni. Qoşa ixtisas qutarmışam. O vaxtı Vladimir Şleyerin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsinin fizika riyaziyyat ixtisası. Deməli, 85-ci ildən burada həmin fənləri paralel olaraq tədris eləmişəm. Öz yetirmələrimizlə bir çiyin-çiyinə, eyni məktəbdə, eyni stul arxasında oturmaq doğrudan insana böyük, nailiyyətlərimiz çox böyükdür. Çox böyük deyil, bir fərəh hissi yaradır insanda ki, çox gözəl. Belə bir şeydə nədir çalışıram, mən də kollektivdə. Çox sağ olun müəllim. Mən də buradan fürsətdən istifadə eləyib Çərəçi kənd orta məktəbi 2 nömrəli bütün məktəbin kollektivinə, məktəb rəhbərliyinə uğurlar arzu edirəm. Arzu edirəm ki, hər bir müəllimimiz belə uğurların nailiyyətləri olsun və gözəl işlərinizdə gələ inşallah görüşək. Müəllim, sizin həyat yoldaşınız da müəllim olubdur. Allah ona da uzun ömür, can sağlığı versin. Müəllim, sizin adınız, soyadınız? Nuriyev Məzahir. Məzahir müəllim də rus dili müəllimi olub və Məzahir müəllim də sizin kimi bütün müəllimlər əziyyət çəkirlər və Məzahir müəllim də əziyyət çəkibdir, illərini məktəbdə veribdir və o da müxtəlif şagirdlər yetişdiribdir. Müəllim əməyi heç bir zaman unudulmur. Müəllim əməyi həm şərəfli peşədir, həm də çox çətin peşədir. Və sizi talih qarşılaşdırır müəllim, ailə həyatı qurmusunuz. Neçə övladınız var? Bir evladımız var. Deməli, əskərliyin, yəni hərbi xidmətin başa vurub gəlib, hal-hazırda Sumqayıtda Əzzəliv adına Tibb Kollecinin əczaçılıq ixtisasında təhsil alır. Çox gözəl. Övladınıza da uğurlar arzu edirəm. Arzu edirəm ki, o da savadlı insanlardan biri olsun və çox sağ olsun ki, sizin əziyyətinizi yerə vurmayıb. Hər hansı bir peşənin sahibi olubdur. Bundan sonraki həyatınızda da mənim sizə uğurlar arzu edirəm, nailiyyətlər arzu edirəm. İş fəaliyyətinizdə də, həyat fəaliyyətinizdə də, övladlarınızın xoş günündə görüşək inşallah. Sizi sevən dostlar çoxdur, təbii ki. Sizi sevən həm şagirdləriniz də çoxdur, həm sizlə çiyin-çiyinə çalışan məktəb kollektivində müəllimlər də çoxdur. Buradan o insanlara hansı sözlər deyərdiniz? Buradan o insanlara deyirəm, Allah onları həmişə var eləsin. Həmişə onlar elə ki, bizim fəxrimizdir onlar. Biz onlarla fəxr edirik. Yəni, onların hər birini görəndə, hər birinə səhər görüşəndə, salam verəndə, bəlkə də bizi onlar göylərə qaldırır. Yəni, belə bir yetirmələrimiz var, belə bir insanlarla çiyin-çiyinə işləyirik və işləmişik. Çox gözəl müəllim. Mən də sizə uğurlu nailiyyətlər arzu edirəm. Çağdaş Təhsil komandası olaraq inşallah sizin yubileylərinizdə, xoş günlərinizdə gəlib gözəl çəkilişlər eləyərik. Çox sağ olun, minnətdaram. Sağ olun. Təşəkkür edirik. Sağ olun.